I can honestly say that it's the best mini football tournament in the history. Mən təkcə o deyə bilərəm ki, bu tarixdə olan ən yaxşı mini futbol turniridir. Local organizing committee have done an incredible job. Orqanizatör edənlər çox böyük bir iş, yəni gördülər. The venue, the service that is provided to the players, to WMF, it's fantastic. Həm arenanın özü olsun, yəni oyunçuların transportation ilə məşğul olan, onları aparıb gətirən komanda olsun, hamısı möhtəşəm idi. I truly believe that this mini football event Mən inanıram ki, bu mini futbol turniri will promote the sport, our sport, mini football, in the best possible way. bizim mini futbol idmanını çox möhtəşəm şəkildə, belə deyək də, daha da yüksəklərə qaldıracaq. And it will open the door for the future development and future great results. Və bu gələcək üçün böyük uğurlara qapı açacaq. I'm really happy because I'm from Slovakia. Mən çox şadam ki, mən Slovakiyadanam. And Azerbaijan won the European Championship in Slovakia. Slovakiyada Azərbaycan Avropa çempionluğunu əldə etdi, yəni qazandı. They beat Slovakia in quarterfinal. Yarım finalda onlar Slovakiyanı məğlub etdilər. But I'm very happy that our event, our championship in 2022 created so many opportunities for the future development, and we are super happy that this title brought World Cup to Azerbaijan and we are having this event. Mən çox şadam ki, 2022-ci ildə olan Avropa çempionatı bu dünya çempionatının Azərbaycanda keçirilməyi üçün böyük bir qapı oldu. They say what Slovakia stayed in group in this tournament. What is your thoughts about this? This is sport. Bu bir idmandır. What we can do? Sometimes you win, sometimes you lose. Nə eləmək olar? Bəzən məğlub olursan, bəzən qalib gəlirsən. Even Azerbaijan could lose today. Hətta Azərbaycan da bugün məğlub ola bilərdi. Now Romania is playing. If they don't win, they lose. They go out. They were last world champion. It's world champion. Hətta They are fighting Rumıniya for... belə bugün uduzsa məğlub ola bilər, yəni qrupda qala bilər. Onlar hətta keçən son dünya çempionları. Bəllidir ki, bəzi şeylər düz gəlmir, biz onları dəyişdirməliyik. In terms of Slovakia, we have the best players ever. Biz həmişə Slovakiyada ən yaxşı oyunçuları, yəni olub bizdə, ən güclü idmançılar bizdə olub oyunçular. And even though we couldn't qualify from the group stage. Və hətta oyunla belə biz qrupdan çıxa bilmədik. Mən nəsə düz getdim. So there must be a change. Və burada mütləq şəkildə dəyişiklik olmalı. You know, there are of course so many differences because the last World Cup we played in the United Arab Emirates. We have constructed the stadium basically on the beach. Çox fərqlənir, çünki biz keçən dünya çempionatını Birləşmiş Ərəb Əmirliklərində keçirdik. Oradakı stadion sahildə tikilmiş bir stadiondur, açıq havada bəli. Besides the venue, you can see that Azerbaijan loves mini football. The Azerbaijan team is top 3 teams in the world. This is totally different than before. Before, the host countries they were not favored to win the championship, but here it's really strong support of the government, and the national team is really strong. So it has all the cards to play the best World Cup ever. Ən böyük fərqi də odur ki, bu dünya çempionatı keçirilən ölkə ən güclü 3 ölkələrdən biridir mini futbol üzrə. Və təbiidir ki, onlar dövlət dəstəyi olacaqlar və bu turniri hamısından da gözəl keçiriləcəklər. Yəni bu bəllidir. Çox çətin olacaq during this event. Bu turnirdə. Because all the pressure, I know it from Slovakia, all the pressure, all the media, all the families, all the spectators, all country are watching this event. Millisi çox böyük təzyiq altında oynayır, çünki onlardan gözlənti çox böyükdür. Onlar istər tamaşaçılar olsun, istər media qrupu olsun, hamı onlardan qələbə gözləyir və bu təzyiqi daha da artırır onca. It's very important to stay strong mentally. Və bu mental cəhətdən, yəni güclü qalmağı çox çətinləşdirir. And for the organization of any sport event, it's very important host country will qualify as far as possible. Və hər bir idman olur olsun, əgər ev sahibisənsə, səndən gözləntilər böyükdür, sən bacardığın qədər böyük uğur əldə etməlisən. An organization, because it's not only one organization that can help you grow. It's very important to have, there are so many factors how you can develop. Biz mini futbolu inkişaf elətdiririk və bu yolda təkcə bir federasiya, ya bir qurum köməyi bəs eləmir. Biz bütün qurumlarla danışıq aparırıq ki, mini futbolu bacardığımız qədər inkişaf elətdiririk.
yəni belə Rəsmi deyim, qəbul futbol olması da. həvəskardır da. So it is not official. You know, it's not Professional değil. official professional sport. You know what you mean? No. It's not I official. will tell you one thing. 99% of the sports are amateur. 99% idmanların hamısı, yəni amatör idmanlar, həvəskar idman. Only 1% of the athletes are professional. 1% idmançılar professional olurlar. They don't live. We know football. We know. Futsal. Not Bu even futsal. yəni belə o sözü qəbul eləmir. We talk about football. We talk about basketball. We talk about professional volleyball, maybe handball. There are several professional players, but compared to the all athletes in the world, it's 1%. Yəni deyir, bütün idmanları götürsək, handball olsun, futbol olsun, basketbol olsun, onlardan yəni idmançıların çoxu amatördür. Bəzi idmançılar var ki, orada professional. Or include to Olympic Games. Openly said, I think Olympic Games needs something fresh. They need new sports. They're actually bringing new sports, and we know how a football tournament looks like in Olympics. That's why I think that it will be really good idea. Mənim şəxsi fikrim odur ki, olimpiyadanın həqiqətən də yeni idmanlara ehtiyacı var, yenilənməlidir. Və mən fikirləşirəm ki, mini futbol, yəni çox gözəl bir idman olar olimpiyada üçün. Şəxsi fikrim.